Hər kəsə salam. Mən belə bir qərara gəldim ki, riyaziyyatdan sıfırdan bütün izahları, yəni bütün mövzuların izahlarını verirəm. İlk mövzudan, yəni natural ədədlərdən başlayıram. İnşallah ki, davamlı olarıq. Deməli, başlayaq. Natural ədədləri mən 2 ilə böləcəm. Yəni 2 videoda olacaq. Başlayaq birinci hissəsinə. Natural ədədlər ümumiyyətlə nədir? Natural ədədlər birinci başlıq belə yazacağım. Rəqəmlər. Rəqəmlər nədir? Rəqəmlər ədədləri yazmaq üçün istifadə olunur. Yəni ki, mən məsəl üçün bir dənə ədəd deyirəm, 36. Bunu yazmaq üçün nədən istifadə edirəm? 3 ilə 6 rəqəmindən. Yəni rəqəmlər ədədləri yazmaq üçün istifadə olunur. Bəs rəqəmlərimiz hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 dənə rəqəmimiz var. 10 ədəd rəqəmimiz var. Və rəqəmlərin sayda 10 olduğu üçün bizim istifadə etdiyimiz bu rəqəmlər, ədədlər onluq say sistemi adlanır. Rəqəmin sayı 10 olduğu üçündür. Yaxşı, bəs ikinci başlığımıza gələr. Yəni rəqəmlər budur. 10 dənə rəqəmimiz var, ədədləri düzəltmək üçün istifadə olunur. Sonra gəlirəm ikinci başlığıma. Natural ədədlər. Natural ədədlər nədir bəs? Elə dərsimizin adı, yəni məğzi natural ədədlərdir. Natural ədədlərin tərifi budur ki, saymaq üçün, yəni əşyaları sayarkən istifadə etdiyimiz ədədlərdir. Necə? Məsəl üçün mən bura əşyaları qoyuram. Belə fiqurlardır. Biz bunları sayarkən hansı ədədlərdən, hansı rəqəmlərdən istifadə ediriksə, o natural ədədlərdir. Mən bunu saydan istəyən başlayıram. 1, 2, 3. 1-dən başladım da. Ona görə deyirəm ki, ən kiçik natural ədəd 1-dir. Ən kiçik. Çünki 1-dən başladım da. Burada məsəl üçün mən sonsuz fiqur qoysam, bu saya gedəcəm də, sonu yoxdur. Ədədlərin sonu yoxdur ki. Ona görə də natural ədədlər sonsuz saydadır. Sonsuz sayda. Bu da belə. Natural ədədlər böyük N hərfi ilə işarə edilir. Böyük N hərfi ilə işarə edilir. Və belə yazılır. Çoxluq deyəndə N bərabərdir. Məsəl üçün, elə 1-dən başlayır da, ən kiçik 1 olduğuna görə. 1, 2, 3, 4, belə gedir. Sonsuz saydadır. Natural ədədlər dedik ki, sonsuz saydadır. Ən kiçik natural ədəd 1-dir. 0 natural ədəd deyil. 0 tam ədəddir. Bu tam ədəddə keçəcək, amma deyirik ki, 0 natural ədəd deyil. Çünki biz sayanda 0 deyirik ki, 1-dən başlayır. 0 natural ədəd deyil. Sonra natural ədədlərin cəmi, hasili, qüvvəti həmişə naturaldır. Yəni ki, bunu belə əzbərləmə ehtiyac yoxdur. Çünki biz özümüz də görürük də. Natural ədədlərin cəmi. Yəni 1 üstə gəlsə 2, 1 də naturaldır, 2 də naturaldır. Cəmi də 3 eləyir, 3 də naturaldır. Bu deməkdir. Yəni hasili. Məsəl üçün 4 vurulsun 5. 4 naturaldır, 5 naturaldır, bu 20 eləyir, 20 də naturaldır. Qüvvəti 2 üstü 3. 2 naturaldır, 3 naturaldır, qüvvət 8 eləyir, 8 də naturaldır. Bu deməkdir. Natural ədədlərin fərqi və nisbəti natural ədəd olmaya bilər. Nə deməkdir? Məsəl üçün 3 çıxılsın 5 mənfi 2 eləyir. Bu artıq tam ədəddir, natural ədəd deyil. Yəni ona görə deyir ki, fərqi natural ədəd olmaya bilər. Və bir də ki, nə natural ədəd olmaya bilər? Nisbət. Məsəl üçün 3 bölünsün 5. Bu 0,6 eləyir, rasional ədəddir. Natural ədəd deyil. Ona görə də belə deyilir. Sonra biz deyirdik ki, deməli, ən böyük N rəqəmli natural ədəd deyəndə, məsəl üçün, ən böyük 2 rəqəmli natural ədəd hansıdır? 99. 9 olmalıdır. Çünki ən böyük rəqəmimiz 9-dur, ona görədir. Ən böyük 3 rəqəmli natural ədəd, məsəl üçün 999. Ən böyük 4 rəqəmli natural ədəd 9999. Bu da belə. Sonra ən kiçik N rəqəmli, məsəl üçün ən kiçik 2 rəqəmli natural ədəd 10-dur. Çünki 1-dən başlayır 0.
Ən kiçik, məsəl üçün, 3 rəqəmli natural ədəd 1000-dir. 1 yazırıq, bir də sıfırlar. 100-dir. 3 rəqəmli deyir, 3 dənə. 4 rəqəmli desəydi 1000 olardı. Bu da belə. Sonra burada yəni bu məsəl üçün ən böyük rəqəmlər müxtəlif olan məsələn 2 rəqəm natural ədəd. Bunlar deyəndə bunlar özünüz tutasınız. Yəni məntiqlə yaza biləcəksiniz. Sonra məsəl üçün natural ədədlərin onluq yazılışı var. Yəni ki məsəl üçün yazıram A, B, üstdən xətt. Bu ədəd deməkdir. Burada görürəm ki, A harda durub? Onluqda. Təşkildən sonra onluq gəlirdi. Ona görə 10 yazacağam. 10-a üstə gəlsin B təşkilidir. B. Məsəl üçün belə ifadə. A, B, C. A harda durub? Yüzlükdə. Onluq, təkli, onluq, yüzlük. A yüzlükdədir. 100A üstə gəl. B onluqdadır. 10B üstə gəlsin. C də təşkilikdədir. C. Yəni 1C də bu. 1 də yazılmadığına görə C. Sonra ABCD yazsaq. ABCD. Yenə eyni şey olub. Təklik, onluq, yüzlük, minlik. A'ya 1000 dedik axı. 1000A üstə gəlinsin. B 100 oldu. 100B yüzlükdür çünki. C də onluqdur. 10C üstə gəlinsin D. Bu da belə. Burada da olar ABCDY. ABCDY. Bunların hamısının onluq mərtəbələrinə görə yazırıq. Yəni təklikdə durursa 1 yazırıq, onluqda durursa 10 yazırıq, yüzlükdə durursa 100 yazırıq. Belə. Sonra məsəl üçün misallar üzərində də izah eləyək. Məsəl üçün belə misal verilib bizə ki, ABC çıxılsın AC bölünsün 10. Bu misalı necə həll eləməliyik? İlk öncə burada ABC-nin açılışını yazdım. Burada yazmışdıq da 100A üstə gəlsin 10B üstə gəlsin C çıxılsın AC-nin açılışı 10A üstə gəlsin C bölünsün 10. O da bərabərdir. Bu yazanda bu çıxaq bunun əksinə dəyişdirəcək. Olacaq mənfi 10A çıxılsın C. Bu 100A buradadır, çıxılsın 10'a buradadır. Nə eləyir? 90A 10B buradadır. Üstə gəlsin 10B. C-lə də biri mənfi, biri müsbət gedir. Bölünsün 10. Surətdə onu çıxardıram mötərizə xaricinə. Eləyir 9A üstə gəlinsin B. Məxrəclə 10. Onlar da ixtisar getdir. Qalır nə? 9A üstə gəlsin B. Vəssalam. Sonra deməliyiz, bunlar da dedik. Məsəl üçün, bizdə belə misallar çox düşür. Məsəl üçün, 2345. Deyək ki, burada məsəl üçün neçə təklik var. Təklik nədir? 1. Bir təklikdir də. Burada neçə dənə 0 var? 0 yoxdur. 0 yoxsa buradan heç nə silməyəcəm. Bütöv götürəcəm bu təklik. Məsələn, desə ki, neçə dənə onluq var? Burada neçə dənə 0 var? Bir dənə. Bir dənə 0 var da. Rəqəmin birini siləcəm sağdan. Olacaq 234 dənə onluq. Desə ki, neçə dənə yüzlük var? 2 dənə 0 var da. Rəqəmin ikisini siləcəm. Qalacaq 23. Desə neçə dənə yüzlük var? Yüzlük yox, minlik. Neçə dənə minlik var? Mində 3 dənə 0 yoxdur mu? Rəqəmin 3'ünü siləcəm. Qalacaq 2 minlik var. Desə neçə 10 minlik var? 10 minlik. 4 dənə 0 yoxdur burada. Dəqiqə buranı silək. 4 dənə 0 var da. 4'ünü siləcəm. 2, 3, 4, 0 qaldı. Demək, burada 10 minlik yoxdur. Bu da belə. Sonra keçirəm 4-cü başlığımıza. Tam ədədlər. Tam ədədlər nədir? Tərifi budur ki, natural ədədlər onların əksi, yəni natural ədədlər budur da çoxluğu. Onların əksi, yəni mənfiləri və 0. Bunlar birlikdə Z tam ədədlər verir.
Tam ədədlər Z hərfi ilə işarə olunur. Biz belə deyirik ki, bu natural ədədlərdir. Burası mənfi yazıram, bir də 0 yazıram. Bu da olur tam ədədlər. Bir saniyə. Aha, bu da olur tam ədədlər. Z hərfi ilə işarə olundu. Tam ədədlərin cəmi, fərqi, hasılatı, bunlar heç, bunlar onsuz da özünüz oxumalı şeylərdir. Mən əsaslar deyəcəm ki, başa düşməz. Məsələn, qaydanı oxuyursan, başa düşmürsən. Mən onları deyirəm sizə. Məsəl üçün, A və B tam ədədlər olduqda aralıqdakı tam ədədlərin sayının tapılması. Yəni ki, məsəl üçün belə bir dənə aralıq verib. A, B. İndi A ilə B burada ədəddir də. A ilə B burada ədəddir. Burada aralıq verib ki, A, B. A, B. Deməli, burada mən, məsəl üçün, deyir ki, burada neçə dənə ədəd var. Bunu tapmaq üçün B çıxılsın A, çıxılsın 1. Deyək ki, birin qapalı, birin açıq verdim. Bunu tapmaq üçün B çıxılsın A. Hər ikisini qapalı versə, bunu tapmaq üçün B çıxılsın A, üstə gəlsin 1. Məsəl üçün, buna aid 2 ilə 8 verib. Olacaq nə? 8 çıx 2 çıx 1, yəni 5. Sonra 2 ilə 8-i belə verib. Olacaq 8 çıx 2, 6. Burada 6 dənə var. Burada 5 dənə. Sonra 2 ilə 8-i belə verib. 8 çıx 2 üstə gəl 1. Burada da 7 dənə. Bunlar da belə. Sonra deməli bir də bunlar da getdi. Bir də gəlirəm 5-ci başlığımıza. Cüt və tək ədədlər. Tək və cüt. Deməli, natural ədədlər cüt və tək olmaqla ikiyə ayrılır. Cüt ədədlər nədir? Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlər ikiyə qalıqsız bölünür, mütləq. Cüt ədədlər ikiyə qalıqsız bölünür. Cüt ədədlərin ən kiçiyi 2-dir. Ən kiçiyi 2-dir. Cüt ədədlər sonsuz saydadır. Cüt ədədin ümumi şəkli 2n ilə işarə edilir. Bu bizdə məsələlərdə də lazım olur. Məsələn, deyir cüt ədədlərdir, ardıcıl cüt ədədlərdir, necədir? Ona aid. Cüt ədədlər bu qədərdir. 0, 2, 4, 6, 8-in sonu 0, 2, 4, 6, 8-ə bitən ədədlər cüt ədədlər deyilir. Cüt ədədlər ikiyə qalıqsız bölünür, sonsuz saydadır, 2n ilə işarə olunur və 2-də, ən kiçiyi də 2-dir. Sonra gəlirəm tək ədədlərə. Tək ədədlər sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlərə tək ədədlər deyilir. Tək ədədlər ikiyə qalıqsız bölünmür. Tək ədədlərin ən kiçiyi 1-dir. Tək ədədlər sonsuz saydadır. Ümumi şəkli isə 2n çıxılsın 1-dir. Yəni, burada n-in yerinə bilirik ki, ədədlər dayanır. Sonra gəlirik mənfi. Belə deyək ki, mənfi ədədlər nə təkdir, nə də cütdür. Sıfırdır, nə təkdir, nə cütdür. Məsəl üçün, deyək ki, ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər deyirsə, ardıcıl natural ədədlər belə yazılacaq. n plus 1, n plus 2, n plus 3, belə gedəcək. Ardıcıl natural ədədlər. Ardıcıl cüt ədədlər deyirsə, 2n, çünki ümumi şəkli burada 2n demişdik də. 2n 2n plus 2, 2n plus 4. Elə bunu 2-yə vursan. Belə bir şeydir. Belə bu da gedir. Ardıcıl tək ədədlər deyirsə, üstünə 1 gəl, bir də 1 çıx. Yəni 2n çıx 1, bir də 2n üstə gəl 1. Və yaxud da ki, 2n üstə gəl 3. Belə. Bunlar orada nə? Tək ədədlər. Xassələr var ki, məsələn, cütlə tək toplayanda nə eləyir, təklə cüt toplayanda nə olur, çıxanda nə olur. Bunlar hamısı onsuz da belə, məsəl üçün, görəsən ki, birincisine 4 gələndə 5 eləyir. Demək, cütlə tək toplayanda tək eləyir. Yəni, bunlar qayda kimi əzbərlənməli şeylər deyil. Sonra gəlirəm, başqa görün burada. Başqa nə qaldı sizə deməli? Heç nə.
Keçək 6-cı başlığımıza, son başlığımıza. Çünki 6-ya qədər izah eləyəcəm. O biri videoda qalanı. Keçirəm 6-cı başlığımıza. 6-cı başlıq nədir? Ədədin bölənləri və bölünənləri. Bölən və bölünən. N natural ədədinin bölündüyü hər bir natural ədəd N-in böləni adlanır. Yəni, belə götürükdə biz bölünən, bölən, qismət. Məsəl üçün, 12-yə bölünür axı, 2 onun böləni sayılır. 9 3-ə bölünür, 3 9-un böləni sayılır. Belə. Məsəl üçün, belə yazıram. 10 bölünsün 2 bərabər 5 sadə elə. 10 bölünəndir, 2 böləndir, 5 də qismətdir. Deməli, məsəl üçün, elə onun bölənləri o deməkdir ki, onun hansı ədədlərə bölünür? Bölənlər, yəni 1-ə, 2-yə, 5-ə, ona və salam. Bölünənsə, məsəl üçün, onun bölünənlər deyəndə 10, 20, 30, 40, 50, 60, ona hansı ədədlər bölünür? Bölünən də odur. Məsələn, 2-nin bölünəni 10-dur. Onun böləni 2-dir. Belə bir şey. Yəni, asan bir şeydir bunlar. Bölən ədəddən kiçik və ya ədədə bərabərdir. Ədədin bölənləri sonsuz saydadır. Yəni ki, 10, məsələn, 10 bölünsün 2 bərabər 5. 2 böləndə axı 2 ondan kiçikdir və yaxud ki, ona bərabər də ola bilər də. Və sonsuz saydadır ədədin bölənləri. Bölünən ədəddən bölünən, yəni bu 10 ədəddən böyük və ya ədədə bərabərdir. Yəni 2-dən böyük və 2-yə bərabər də ola bilərdi. Ədədin bölənləri də sonsuz saydadır. Bölən və bölünənə qədər də bu qədər. Gələn dəfə başlığımızda isə bölünmə əlamətləri falan, sadə mürəkkəb ədədlərdir, qalıqlı bölmədir. Bunların izahlarını verəcəm. Hələ var mövzular təbii ki də. Bununla da yekunlaşdıracağıq. Və inşallah ki, bunlara aid mən testlərdə, sınaqların da izahlarını verəcəm. İzlədiyinizə görə təşəkkürlər. Videonu bəyənib şərh yazmağı unutmayın.